Əziz şagirdlər, bugün sizinlə 9-cu sinif yeni dərslik 1.1 başlıq nisbi atom kütləsi və nisbi molekul kütləsi mövzusunu araşdıracağıq. Nisbi atom kütləsi anlayışına gəlməmişdən əvvəl biz biraz giriş edək. Keçən dərsimizdə də belə giriş videomuzda izah etdiyimiz kimi atomların müxtəlif kütlələri olduğunu və bu kütlələrin çox kiçik rəqəmlər olduğunu John Dalton söyləmişdir. Lakin o daha hesablamaq üçün daha asan yollar axtarmağa başlamışdı və müqayisə belə deyək də atomların kütlələrini çəkə bilmədiyimiz üçün o müqayisə üsulunu elmə daxil etmişdir. Müqayisə deyəndə yəni nisbi atom anlayışını elmə gətirmişdir. Bəs bu nisbi atom anlayışına kimi hansı yollardan keçirmişdir? Birincisi biraz bunu araşdıraq. Yəni atom kütlə vahidi anlayışına biraz açıqlıq verək. Atom kütlə vahidi nədir? Deməli, ümumiyyətlə atomların kütlələri o qədər kiçik rəqəmlər olub ki, yəni daha doğrusu atomların kütlələri o qədər kiçik rəqəmlərdir ki, onlarla hesablama aparmaq çox çətindir. Yəni bu çətinliyi ortadan qaldırmaq üçün elə nisbi atom kütləsi anlayışına ehtiyac duyulub. Deməli, birincisi araşdıraq ki, bəs bu nisbi atom kütlə vahidini necə hesablamaq lazımdır. Ümumiyyətlə karbon atomunun götürürlər deməli kütləsini tam 12 yerə bölürlər. Karbon atomunun kütləsini baxın 1 tam %99 vurulsun 10 üstü -23. Görürsünüz nə qədər kiçik sıfırlı bol bir rəqəmdir də bu. Bunu belə yazası olsaq bu belədir. 0,000000 -23'dür burada. Təsəvvür edirsiniz nə qədər belə hesablamağa çox çətin rəqəmdir. Deməli bunu asanlaşdırmaq üçün bir dənə müqayisə etalon rəqəm tapılmalıydı. Buna atom kütlə vahidi deyilir. Yəni ki bu ədədə görə digər atomlarla müqayisə aparmağa başlayırlar. Yəni nisbətini tapırlar. Belə deyək, atom kütlə vahidinə olan nisbəti tapırlar. Atom kütlə vahidini bəs necə tapırlar? İndi gəlin onu biraz araşdıraq. Atom kütlə vahidi necə hesablanır? Deməli, karbonun kütləsini götürürlər, 12 yerə bölürlər. Yəni 12'də birini tapırlar. Yəni bildiyiniz 1 tam %99 vurulsun 10 üstü -23 ədədini 12 yerə bölürük. Davam edək bir dəqiqə. Deməli 1 tam %99 vurulsun 10 üstü -20 deməli 3 ədədini bölürük 12'ye. Yəni 12'də birini tapırıq. Və buradan aldığımız ədəd 1 tam %66 vurulsun 10 üstü -24. Bax bu ədəd məhz atom kütlə vahidi adlanır. Nə adlanır? Atom kütlə vahidi. Bax bu atom kütlə vahidinə əsasən digər bütün elementlərin nisbi atom kütləsi hesablamağa başlanır. Yəni tərif versək deməli tərif versək belə deyə bilərik ki, nisbi atom kütləsi bir elementin atomunun kütləsinin deməli karbon 12 atomunun kütləsinin 12'də 1 hissəsinə olan nisbətidir. Karbon atomunun kütləsinin 12'də 1 hissəsinə olan nisbətidir. Biz məhz bu tərifdə karbon atomunun o kütləsinin 12'də 1'ini tapdıq. Baxın 1 tam %66'dır. Karbon atomunun öz kütləsi 1 tam %99'dur. Onun 12'də 1'ini hesabladıq. Bu bizə 1 tam %66 vurulsun 10 üstü 24 verdi. Bax nisbi atom kütləsi isə bir elementin atom kütlələrini götürürlər, yazır bir elementin atom kütləsini götürürlər, 1 tam %66'ya bölürlər və alınan ədəd nisbi atom kütləsi adlanır. Və o ədədlər çox belə deyək, balaca, daha rahat hesablama üçün uyğun olan rəqəmlər olur. Məsələn, gəlin götürək. Məsələn, deyirəm ki, nisbi atom kütləsi hidrogenin nisbi atom kütləsini A-yerini gəlin hesablayaq. Nisbi atom kütləsi A-yerlə işarə olunur. Dərsliyimizdə də verildiyi kimi. Deməli atom kütləsi A relativ nisbi sözünün elə bir ki iki sözün baş hərflərinin birləşməsindən yaranır və bu işarə ayır. Deməli necə hesablanırdı dedik. Hidrogenin atomunun kütləsini, hidrogen atom kütləsi, bir hidrogen atomunun kütləsi 1 tam %66 vurulsun 10 üstü -24'dür. Bunu özü belədir. Və bu hidrogenin bir hidrogen atomunun kütləsidir. Götürüb bunu bölürük. Elə atom kütlə vahidinə, o da eyni ədəd olduğu üçün bizə qəşəng bir rəqəm verir. O da 1. Tərtəmiz, səliqəli. Bütün hesablamalarda rahatlıqla istifadə edirik. Biz bunu belə qəbul edirik ki, hidrogenin nisbi atom kütləsi, nisbi atom kütləsi. Nisbi nə idi? Yəni qram filan deyə bilmərik biz buna artıq. Yəni vahidi yoxdur. Nisbidir. Müqayisə ilə olur. Yəni biz hesabladıq ki, atom kütlə vahidinə olan nisbəti nə qədərdir bu hidrogenin? Tapdıq 1. Məsələn, götürün oksigenin atom kütlə vahidini hesablayaq. Nisbi atom kütləsini hesablayaq. Necə? Oksigenin bir atomunun kütləsini 2 tam %66 vurulsun 10 üstü -23. Bunları biz bilməli deyilik. Əzbər bilmirik də zaten. Bilməli də deyilik. Onsuz da bizə lazım deyil. Bizim elə hesablamalarımızda bu ədədlərə müraciət eləməyək deyə nisbi atom kütləsi anlayışı elmə belə deyək, daxil olmuşdur. 2 tam %66 vurulsun 10 üstü -23 ədədini də atom kütlə vahidinə, yəni 1 tam %66 vurulsun 10 üstü -24'ə böləndə burada təxmini cavab alınır 16. Bu da rahatlıkla hesaplamak için digərlərini də hesablayır. Məsələn, karbonun özünü hesablasaq, karbonun özünü bilirsiniz ki, elə 1 tam %99 vurulsun 10 üstü -23 idi də bu. Bunun 12'də 1'ini tapmışdıq. Atom kütlə vahidini tapmaq üçün 12'də 1'ini tapanda 1 tam %66 eləyirdi. İndi yenidən də bir geri qayıdırıq da. Götürürəm 1 tam %99 bir karbon atomunun kütləsidir. Bax bu. Bir karbon atomunun kütləsi 1 tam %99'dur. Yenə deyirəm, bu ədədləri biz əzbər bilmirik, bilməli də deyilik. Elə bilməyək deyə nisbi atom kütləsi anlayışı meydana gəlmişdir. Deməli 1 tam %96'ını bölürük, 1 tam %66 vurulsun 10 üstü deməli 24'ə alınır. Burada cavab 12. Qəşəng cavab alınır. 12. Bəli.
Biz tapırıq ki, karbonun nisbi atom kütləsi 12'dir, hidrogenin nisbi atom kütləsi 1'dir, kitabımızda da verilir. Yəni bunları biz hamısını heç hesablamağa da ehtiyac yoxdur. Amma yəni izah edirəm ki, bu nisbi atom kütləsi necə meydana gəlib, necə hesablanıb, ayrı necə hesablayıblar. Nə bilirlər ki, məsələn, magnezium 24'dür, oksigen 16'dır. Dediyim kimi, məsələn, magneziumun bir dənə bir atomunun kütləsini götürüblər. Bunu əzbər bilmirik, bilməli də deyilik, yenə deyirəm. Bir atomunun kütləsini götürüblər, bölüblər atom kütlə vahidinə və alıblar 24. Ona görə də magneziumun kütləsini nisbi atom kütləsini biz 24 qəbul edirik. Və ya kükürdün eləcə. Kükürdün bir atomunun kütləsini götürüblər, bölüblər 1,166'ya alıblar 32. Deməli, qəbul edirik ki, kükürdün nisbi atom kütləsi 32'dir. Bax belə. Davam edək. Dərsliyimizdə növbəti hissəyə gəlirik. Növbəti hissədə görürsünüz ki, burada izotop anlayışı meydana çıxır. İzotop nədir? Birinci onu aydınlaşdıraq. Bax, bu cədvəli izah edəcəm sizə. İzotop, baxın, yazaq bir dənə öz gözümüzdən görə. İzotop. Bu neydi? Biz 8-ci sinifdə öyrənmişdik ki, atomun hissəcikləri var. Atomun deməli daxilində nüvə var. Nüvənin də tərkibində proton və neytron var. Nüvənin ətrafında isə elektronlar hərəkət edir, düzdür? Və biz yazı üstündə atomun protonun işarəsini bax belə göstərirdik, elektron bilə. Deyirdik ki, neytron buradadır. Bu da atom nisbi atom kütləsidir, yəni kütlələrdir. Bax, izotop atomlar nədir? İzotop atomlar proton saylarına görə eyni olub. Proton saylarına görə eyni olur. Lakin nisbi atom kütləsinə və neytronun sayına görə fərqli olan eyni növ element atomlarıdır. Eyni növ. Məsələn, deyirik ki, proton sayı eyni olan xlor atomları var. Hər ikisində proton sayı 17'dir. Bu da 17'dir, bu da 17'dir. Bir cədvəldə görürsünüz. Amma 17'nin biri 35'dir atom kütləsi, nisbi atom kütləsi. Digəri 37'dir. İndi izotoplar müxtəlif olur. Məsələn, hidrogendə də 3 izotop bilirdik biz. Deuterium, protium və tritium bilirdik. Düzdür? Hidrogen 1, hidrogen 2 və hidrogen 3. Aha, bax bu izotoplara görə, onların təşkil olunduğu faizlərə görə ümumi nisbi atom kütləsi, belə deyək, nisbi atom kütləsi hesablanır. Gəlin baxaq necə hesablanır. Nisbi atom kütləsi necə hesablanır dedik? Hər bir izotopu kütləsini öz faizinə, hasilini elə bil ki toplayırıq. Bax, izotopların hər birini faizə hasilini toplayırıq. Burada məsələdə deyir ki, məsələn, 35 xlor, yəni 35 kütləli olan xlor 75% təşkil olunur təbiətdə. Məsələn, 37 olanda 25% təşkil olunubdur. Onda necə edirik? 35'i öz faizinə vurursunuz, 37'ni də öz faizinə vurursunuz, cəmləyirsiniz, bölürsünüz ümumi faizə, yəni 100'ə bölürsünüz. Bu olur, deməli, nisbi atom kütləsinin hesablama qaydası. Məsələn, burada bir dənə nümunə tapaq, onu eləyək çalışmalarda, bircə dəqiqə. Çalışmadan inanın onu axtarım, məhz onu axtarım. Aha, buradadır, əla. Baxın, bor. Görürsünüz, bor 20% olan 10'dur, bor 80% olan 11'dir. İndi necə edirik? Bax, nisbi atom kütləsi hesablayırıq bor üçün. 20% olan 10'dur, vururam ona. 80% olan 11'dir, bölürəm 100'ə. Yəni 200'ün üzərinə, deməli, üstünə gəlirsə 80'i 10, 880 bölünsün 100. 880'də üstünə gələk 200'ü, bölək 100'ə, eləyir 10,8. Sələyə baxaq, B variantına. Görürsünüz, mis 69% 63'dür, 31% olan isə 65'dir. Yenə izah edək, nisbi atom kütləsi necə hesablanırdı? Hər birinin faizini vururuq öz rəqəminə, bax 63'ə. Üstünə gəlirəm, 31 vurulsun, 65 bölünsün 100%. Buradan da hesablayıb rəqəmimizi tapa bilərik. Belə çalışmaları məhz buna görə tapdım ki, izah aydın olsun. Gələk indi nisbi molekul kütləsinin hesablamasına. Nisbi molekul kütləsi də nisbi atom kütləsi kimi vahidsizdir. Yəni vahidi yoxdur və adı üzərində nisbi hesablamadır. Çünki nisbi atom kütləsindən yola çıxıb hesablayırıq. Məsələn, nisbi molekul kütləsi necə hesablanır? Bir çox elementlər, deməli element, məsələn, hidrogen, oksigen, P4, S8 və s. və kimyəvi birləşmələr, məsələn, su, karbon qazı, sulfat və s. nitrat turşusu və s. deyək, molekullardan təşkil olunmuşdur. Bəli, bu molekulların kütləsi nisbi molekul kütləsi ilə ifadə olunur. Nisbi molekul kütləsinin simvolu gördüyünüz kimi emirdir. Nisbi molekul kütləsinin simvolu, yəni işarəsi belə deyək, emirdir. Necə hesablayırıq? H2 o yazıram. Hər birinin, hər bir elementin nisbi atom kütləsini vururuq onun indeksinə. İndeks yəni ayağındakı rəqəmə vurulur. Biri vururam 2'yə, üstə gəlirəm. Oksigenin də nisbi atom kütləsi 16'dır. Onu da vururam indeksinə. Yəni izah eləmək üçün deyirəm. İndeksdə heç nə yoxdur, yəni 1'dir. Ona görə də elə vur 1 kimi qalır. Cavab eləyir 18. Məsələn, birini hesablayaq. Emir, sülfat turşusunu hesablayaq. Gəlin, H2 oldur. Düzdür? Necə yazar? Hidrogenin nisbi atom kütləsini vururuq 2'yə, üstə gəlirik. 32'ni vururuq 1'ə, üstə gəlirik. 16'nı da vururuq 4'ə. Hesablayırıq, cavab olur 98. Bax, nisbi molekul kütləsi də belə hesablanır. Növbəti videomuzda 1.1 mövzusunun çalışmalarını izah edəcəm.